Bir şey eləmək istəyirsiniz, amma bunu necə edəcəyinizi bilmədiyinizi düşünürsünüz. Bir şeyi necə edəcəyinizi düşünməkdən əvvəl niyə etməli olduğunuzu düşünün. Əsas olan necə sualının cavabı deyil, niyə sualının cavabıdır. Niyəniz nə qədər güclü olarsa, necəniz o qədər asan olar. Bir şeyi necə edəcəyinizi bilmirsinizsə, onu necə etməli olduğunuzu araşdırmayın. Bu vaxt itkisidir. Siz onu niyə etməli olduğunuzu araşdırın. Çünki bir şeyi necə edəcəyinizi bilmirsinizsə, bunun səbəbi onu necə edəcəyinizi bilməmək deyil. Səbəb həmin addımı atmaq üçün kifayət qədər niyənizin olmamasıdır. Ya niyənizi gücləndirəsiniz, yəni etmək istədiyiniz bu işi güclü bir niyəyə bağlayacaqsınız, ya da onu etməkdən vaz keçəsiniz. Necə sualı ilə məşğul olmaqla bəzən günlərimizi, həftələrimizi, aylarımızı itiririk. Şərtlərə, maddi imkanlara, zamana, ona-buna, yəni ancaq xarici faktorlara diqqətimizi yönəldirik. Orada işlər düzəlsə mən bu addımı ataram deyə düşünürük. Ona görə mən hər hansı bir şeyi edə bilmərəm, edə bilmirəm inancı doğru bir inanc deyil, əsaslı da deyil. Çünki insan düşündüyü hər şeyi edə biləcək gücdədir. Düşünmə qabiliyyəti varsa, etmə qabiliyyəti də var. Beyin və bədən eyni sistemin hissələridir. Ağlımıza gəlirsə, onun bizim üçün mümkün olmaması mümkün deyil. Ağla gələn meydana da gələr. Başa gələn bədənə də gələr. Sadəcə dediyim kimi, niyəmizi gücləndirməliyik. Niyə edəcəyini dəqiq bilənin necə etməsi asan olar.